İndi isə uşaqlar, ayda fonu kəsrə bölməsindən ədədin hissəsi və hissəsinə görə ədədin tapılmasına aid məsələlərə baxacaq. Gəlin baxaq alt nömrəli məsələyə. Alt nömrəli məsələdə deyilir ki, Arazın bir bağlama dəftəri var idi. O dəftərin 1/4-ni gündüzə, qalanın 3/4-ni isə Elnura verdi. Yəni dəftərin 1/4-ni gündüzə verdi. Gündüzə. Qalanın da 3/1. Uşaqlar 4/1-ni veribsə, qalan nə qədər eləyir? 4/3. 4/3-ün də 3/1-ni Elnura verib. Neçə edir uşaqlar? Elnur. Deməli, dəftərin yenə 4/1-ni Elnura verib. 18 dəftəri qaldı. Gəlin görək nə qədər dəftər verib. 4/1-ni gündüzə verib. 4/1-ni Elnura verib. 4/2-si gedib uşaqlar. Neçəsi qalıbdır? İxtisar aparsaq 2/1. 2/1 gedib, 2/1 qalıb. Yəni 2/1 hissəsi neçədir? 18 qalıbsa 2/1 hissəsi 18-dir. 18-in də 2/1 uşaqlar. 18 böl 2/1. 18 vur 2. Eləyir neçə? 36. Əvvəl Arazın neçə dəftəri var uşaqlar? Əvvəl Arazın 36 dəftəri var idi. Gəlin baxaq başqa çənə. Məsələn, hovuz məsələlərində uşaqlar bilir ki, bir böləklə yazılır. Məsələn, bir hissəsini tapırıq da, yəni 6 dəqiqəyə doldurursa hovuzun bir hissəsini. 6-da 1 dəqiqəyə, üstəgəl 9-da 1 dəqiqəyə. Eləyir neçə uşaqlar? 18, 6. 18-də 5. 18-də 5 hissəsi dolubsa, hansı hissəsi dolmayıb? Birdən də 18-də 5 hissəsini tapırıq, çıxırıq, alırıq dolmamış hissəsini. Yəni 18-13 hissəsini nə oldu uşaqlar? Boş qalıb da. Sonra gəlin baxaq uşaqlar 9-a. 9-cu misal. Deyir ki, iki şəhərdən qarşı-qarşıya 2 qatar yola düşdü. Bu yolu birinci qatar 4 saata, ikinci qatar isə uşaqlar 6 saata gedir. Qatarlar hərəkətə başlayandan 1 saat sonra onlar arasındakı məsafə bütün yolun hansı hissəsini təşkil edər? Gəlin yazaq. Deməli uşaqlar, şəhər çəkirəm qarşı-qarşıya, A şəhəri, B şəhəri. Buradan qarşı-qarşıya 2 dənə qatar yola düşür. Uşaqlar, bütün yolu bir tam kimi qəbul etsək, birinci qatar bütün yolu 4 saata gedirsə və yolun 1 saata nə qədərə gedir? 4/1-ə. Bütün yolu 6 saata gedirsə, yolun 1 saatına nə qədər vaxt sərf edər? Bütün yol 6 saata gedirsə, daha doğrusu 1 saata yolun nə qədərini gedir? 4/1-ini. Bütün yolu uşaqlar bir tam qəbul eləmişik. Bütün yolu 6 saata gedirsə və 1 saata yolun hansı hissəsini gedir? 6-da 1 hissəsini. Toplasaq 4/1 plus 6-da 1. Ortaq məxrəc 12, 12-də 5. Demək ki, bax, burayla buranın cəmi uşaqlar 12-də 5-dir. Bizə də lazımdır onlar arasında məsafə. Onlar arasındakı məsafə də budur, bax uşaqlar. Onda 12-də 5 isə birdən də 12-də 5 çıxanda qalır neçə? 12-də 7. 12-də 7 bütün yol hansı hissəsi? Bütün yol 1 qəbul eləmişdik. Elə uşaqlar 12-də 7 hissəsidir. 9 nömrəli məsələyə baxdıq. Sonra başqa hansı məsələyə baxaq? Məsələn, imtahanda bu suallara düşür. Məsələn, deyir ki, A ədədinin 0,8 hissəsi 576-dır. Yəni, A vuraq 0,8 bərabər uşaqlar 576-dır. Buradan A-nı tapsaq, A bərabərdir 576-nı 0,8-ə böləndə uşaqlar tərsini çevirib vururuq da. 8-də 10, 576-nı 8-ə bölsəm, 7 dəfə 72-ni 10-a, 720, inşallah ki, səhv hesablamıram. B ədədin 5-dəki hissəsi 360-dır. Yəni, B vuraq 5-dəki bərabərdir 360. B də bərabərdir 360-ı vuraram 2-də 5-ə. O da uşaqlar neçə eləyir? 362-yə bölündə 185-ə 900. B də 900. A bölək B-ni istəyir. A 720-dir, B 900. 720 böl 900.
O neçə edir uşaqlar? 72-ni 9-a 8. 18-ə xısar apara bilərdik. Yəni 18-ə xısar apara. 22-ni 18-ə bölündə 4. 98-ə bölündə 5. 5-də 4. O da 0,8 hissəsi. Sonra gəlin. Məsələn, gəlin 21 tiplərdə yazaq. 2-nin 6 ədəddən birincinin 20-də. Bunu sildim. 2-nin 6 ədəddən birincinin 24-də 7 hissəsi, ikincinin 12-də 11. Bu 2-nin 6 ədəd uşaqlar. Biri A-dır. A-nın 24-də 7 hissəsi bərabərdir. B-nin 12-də 11 hissəsinə bərabərdir. Tutaq ki, bunu hər məxrəcdən azad eləsək, 24-də, yəni 24-də vursaq, 7-də bərabərdir. Bir şahaddan göstərim. Yəni, hər tərəfini 24-də vururum. 12-dən 24 ixtisar gedir. 2 qalır da. 22B. Deməli, A-mız 22K-dır. B-imizdə 7K-dır. Bizə deyir, ikinci ədəd birinci ədədi. İkinci ədədin birinci nisbət. İkinci ədəd B-dir də 7K bölü 22K-nı istəyir bizdən. O nə demək uşaqlar? 22-dən 7 deməkdir. Sonra gəlin baxaq uşaqlar 25-ci suala. Birinci nasос boş hovuzu 4 saata doldur. İkinci isə dolu hovuzu 6 saata boşaldır. Uşaqlar bilir ki, dolduranda üzərinə gəlir, boşaldığında çıxarıq. Yəni 4 saata doldurur 4-də 1, 6 saata boşaldır 6-da 1. İndi görək nədir? Birinci nasos 3 saat, 4-də 1 vurdum 3-ə. İkinci nasosu 1 saat işləsəm, gəlin bunu hesablayaq. 4-də 3-dən çıxaram 6-da 1-ini. Ortaq məxrəc 12-nin 4-ü, 3-də 9, 12-də 7. 12-də 7 hissəsi uşaqlar dolar. Və dolmamış nədir? Birdən kəsir kimi başa düşür. 12-də 7 hissəsi dolar, dolmamış da birdən də çıxaram 12-də 7 hissəsini eləyər. 12-də 5 hissəsini eləyər uşaqlar. Dolmamış qalar. Yəni, bir böləklə yazdıq. Neçə saat deyirsə, hərəsini öz saatına vururuq uşaqlar. Sonra uşaqlar, gəlin 34-də yazaq. Yekunlaşdıraq. 34-də nə deyir? Deyir ki, işarəliyim. Birinci kran boş hovuzu təşli 24 dəqiqə, ikinci kran isə təşli 36 dəqiqə doldurur. Deməli, uşaqlar, doldurursa 24-də 1 plus 36-da 1-i yazırıq. Hovuzun aşağısı 3-cü kran isə boşaldır. Uşaqlar, boşaldırsa çıxırıq da, bilirik ki, 72-də 1-i çıxırıq. Ortaq məxrəc 24, 72, 72, 24-də 3, 2, 1. Elə bilsə, 72-də 4. 72-də 4 nə demək uşaqlar? 18-də yanına yazsam yaxşı olardı, aşağı düşdü. Yəni, biraz balaca yazaq, yanına yazaq. Deməli, nə dedik? Dedik ki, bu 72-də 4 deməkdir. Bu da 18-də 1 deməkdir. İndi bu üst kuran eyni zamanda uşaqlar bilir ki, əgər hissə ilə soruşursa 18-də 1 kimi saxlayırıq, dəqiqə ilə soruşursa sürət və məxrəcin yerini dəyişirik. Zaman soruşursa. İndi eyni zamanda başın 4 isə neçə dəqiqəyə dolar. Görürsünüz uşaqlar, bizdən dəqiqə ilə istəyir. Yəni, hovuzun tamamı 18 dəqiqəyə dolursa, 4-də 3 hissəsi neçə dəqiqəyə dolar? Tutaq ki, T yazıram. Çünki hovuzun tamamı 18 dəqiqəyə dolur. Tərsinə çevirdik. Dedik uşaqlar, dəqiqə soruşan tərsinə çeviririk. Buradan T bərabərdir. 18 vuraq 4-də 3. Odur uşaqlar. 4 ilə 18-i 2 yaparsam, 9 vuraq 3 bölək 2. Dedik neçə? 13,5. Yəni, hovuzun 4-də 3 hissəsi 13,5 dəqiqəyə dolar. Bu qədər uşaqlar hələlik.